onu hesaba çəkəcəklər. İbn Ziyaddan, Şimrdən daha alçaq kim var? Heç kəs yox. Ən alçaq insanlar dünyada İmam Hüseyn ağanın qatilləridir. Elədir. Muxtar onlardan intiqam aldı. Onları öldürdü. İmam Hüseyn ağanın intiqamını onlardan aldı. Amma Muxtar intiqam alanda bir qədər həddi aşdı. Ömər Səddən, Şimrdən. İmam Hüseyn ağanın intiqamını aldı. Amma biraz həddi aşdı. Qaynar bir tiyanın içine attı birini. Birini biraz işgəncə ilə öldürdü. Amma İmam Hüseyn üçün eləyirdi. Şəxsi heç bir davası yox idi onlarla. Onu şəxsən heç bir niyyət üçün yox, İmam Hüseynin intiqamını almaq üçün eləyirdi. İbn Ziyada, Yezidə, yaxud nə bilim, Şimrə, Ömər Sədə, Hərməliyə bu işləri gördü. Bu alçaq insanlara qarşı. Hədis var, buyurur qiyamət günündə Muxtar cəhənnəmə gedər. Peyğəmbər keçər, Muxtar çağırar, Peyğəmbər etina eləməz. Əli əleyhissalam keçər, çağırar ki, məni buradan qutar, xilas elə, Əli əleyhissalam etina eləməz. Xanım Fatimə Zəhra keçər, o çağırar, Həzrət Zəhra etina eləməz. O da cəhənnəmin içindədir. İmam Həsən keçər, etina eləməz. İmam Hüseyn keçər, İmam Hüseyn ağanı çağıranda o da etina eləməyəndə Peyğəmbər çönər, deyər Hüseyn, bu sənin yolunda, sənin intiqamını almaq üçün qiyam eləyib, odur ki, sənin boynuna haqq qoyub ki, sən ona şəfaət edirsən. İmam Hüseyn ağa onun əlindən tutar, cəhənnəmdən çıxarlar, aparar cənnətə. Nəyi demək istəyirəm? Hətta o zalimlara qarşı da bu qədər həddi aşırsan, onun da vəzni almalısan. Hətta Şimrə də deyir ədalətsizlik eləmə. Hətta İbn Ziyada da deyir ədalətsizlik eləmə. Hətta Ömər Sədə də onlara nifrət elə, onlarla mübarizə apar, amma Allah təyin eləyən həddləri aşma. Allah bir hədd təyin eləyib ki, o həddləri aşma. Ən mühüm şey budur ki, insan öləndə boynunda haqq qalmıyor. Günahlar iki cürdür. Bir günah var ki, bizə yazılır onu elədiyimiz vaxtda. Bir günah var, bir dəstə günah ki, daim bizim üçün yazılır. Biz namaz qılırıq, o günah yazılır. Yatırıq, günah yazılır. Yemək yeyirik, yazılır. Daim yazılan günahlar var. O hansı günahdır? O günahdır ki, cəmaatın haqqından bir şey məndə olağa qaytarmıyor. O nə qədər mənim evimdədir, cibimdədir, hardadır, mən namaz qılacam, mənə naməyə əməlimə günah yazacaq Allah. İnsanların haqqı çox mühüm şeydir. İnsanların haqqını qaytarmadan ibadət də eləsən Allah günah yazacaq. Ta haqqı qaytarana qədər. İbn Abbas elə bir insan idi ki, alim idi. Peyğəmbərin əmisi oğlu idi, həm də Həzrət Əlinin əmisi oğlu idi. Bir qədər mal var idi onun yanında, borcluydu, qaytarmırdı. Əli əleyhissalam eşitdi, dedi, cəmaatın malını özünə qaytar. Əgər qaytarmayasan, səni qılıncımla vuracam. Özdə mənim qılıncım elə bir qılıncdır ki, kimi bundan vurmuşam, cəhənnəmə gedir. Bu qılınc kimi öldürübsə, yəqin cəhənnəmə gedir bu adam. Bu qılınc bir adamı öldürə bilməz ki, o cənnətə getsin. Çünki bu qılınc Allah üçün öldürüb. Sən cəmaatın haqqını qaytarmasın, bu qılıncımla səni vuraram. Ondan sonra buyurur, and olsun Allaha, Həsənlə Hüseyn də belə olsa, onlarla da belə davranaram. Həsənlə Hüseyn də kiminsə haqqını götürsə, əlbəttə mümkün olmayan bir şeydir. Amma İbn Abbası xatircəm eləmək üçün, əmin eləmək üçün deyir ki, hətta Həsənlə Hüseyn belə eləsə, mən onlarla belə davranaram. Odur ki, insan çalışa, ölümə hazır ola, bu mənada ki, həyatı pak ola, günahsız ola, günah eləyibsə də tövbəsi ola yanımda, malı pak ola, haram yeməyə. Peyğəmbər Meyracda gördüm, bir dəstə insan var, qabaqlarına saf yeməklər qoyublar və bir də iylənmiş, pis, üzr istəyirəm, pis qoxu verən yeməklər. Bunlar saf yeməklərdən yemir, pis qoxu verən, pis iylənmiş, üzr istəyirəm, yeməklərdən yeyirlər. Mən dedim, bunlar kimdir ki, saf yeməklərdən yemirlər? Dedi, bunlar haram yeyənlərdir. Dünyada Allah halaldan qapı açmışdı onların üzünə. Bunlar halaldan yemirdilər, harama tərəf gedirdilər. Burada bu surətdə görürsən sən bunu. İnsan bəzən biraz tələsir, hövsələsizlik eləyir, Allah halalı açıb üzünə, amma harama tərəf qaçır. Əli əleyhissalam bir gün məscidə girdi, bir nəfərə dedi ki, bu dəvəmə bax, mən namazdan çıxana qədər
ya nəsə bir işi vardı, bilmirəm, sən bu dəvəyə bax, mən indi çıxıram. Əli əleyhissalam çıxdı, gördü dəvəsi qalıb, amma dəvənin yüyənini oğurlayıb qaçıb həmin adam. O adama ki, tapşırmışdı, baxsın. Ürək eləməyib dəvəni apara, üstündə olan yüyənini, yəhərini götürüb aparır. Yanındakilardan birinə pul verdi ki, get bazardan bu dəvə üçün yüyən al. Getdi, aldı gətirdi. Məsələn, filan miqdarda, bilmirəm, hansı miqdarda pul verdi. Getdi, aldı, gətirdi. Baxdı əleyhissalam, gördü elə oğurlanan verdi. Oğurlayan ki, aparıb bazara satmağa. Gördü elə həmin pul, həmin yüyənli, dedim, mən heç nə itirmədim. And olsun Allaha ki, bu pulu ki, bunun üçün, bu yüyən üçün verdim, həmin o dəvəyə baxana verəcəkdim. Ki, dəvəyə baxıb zəhmət çəkir. Onu verəcəkdim ona, yüyən də almayacaqdım. İndi elə həmin pul məndən çıxdı, ona da həmin pul çatdı. Amma səbr eləsəydi, halaldan çatardı, səbr eləmədi, haramdan çatdı. Elə əsasən belədir dünyada. Bir qədər biz dözəriksə, bir qədər səbirli olarıqsa, Allah bizə halaldan qapı açar, halaldan taparıq. Və ölümə hazır olmağın mənası budur ki, insan özünü haramdan və günahdan təmizləyə, Allaha ruhunu təmiz qaytara. Haçan ölüm mələyi onun sorağına gəlsə, görə ki, nə bunun boynunda Allahın haqqı var, nə də bəndələrin haqqı var.